Salam, sabahınız xeyir olsun. Şənbə günü saatlarımız 10 və Real televiziyasının efirində Sabaha Elnarə ilə yayımdadır. Bəli, bu həftə Bakı sadəcə bir tədbirə ev sahibliyi etmədi, beynəlxalq gündəmi diktə etdi. Dünyanın nəbzi burada vurdu. Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi dayanıqlı inkişaf və müasir şəhər salma sayəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası yekunlaşdı. Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramı ilə birgə keçirilən və daha yaxşı şəhər, daha yaxşı həyat devizini daşıyan mötəbər forum uğurla reallaşıb. Beynəlxalq tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri, memarlar və şəhərsalma mütəxəssisləri daxil olmaqla minlərlə nümayəndə Bakıda bir araya gəlib. Bakı platformasında xüsusilə ağıllı şəhərlər, yaşıl enerji zonalarının tətbiqi və şəhər infrastrukturunun rəqəmsallaşdırılması üzrə qabaqcıl təcrübələr bölüşülüb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi sürətli yenidən qurma, ağıllı kənd və ağıllı şəhər layihələri forum iştirakçılarına əyani şəkildə və uğurlu nümunə kimi təqdim edilib. İqlim dəyişikliyi ilə mübarizə, şəhərlərdə karbon emissiyasının azaldılması və ekoloji balansın qorunması strategiyaları panel müzakirələrinin əsas diqqət mərkəzində olub. Beynəlxalq ekspertlər WUF-13-ün Bakıda təşkil olunmasını yüksək qiymətləndirərək bu tədbirin Azərbaycanın qlobal davamlı inkişaf mərkəzi kimi nüfuzunu daha da möhkəmləndirdiyini vurğulayıblar. Forumun sonunda şəhərlərin gələcək inkişaf trayektoriyasını və qlobal tərəfdaşlıq prinsiplərini özündə əks etdirən mühüm Bakı bəyannaməsi qəbul olunub. WUF-13 rekord sayda iştirakçını bir araya gətirdi və güclü, vahid bir mesaj verdi. Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Bu sözləri BMT-nin məskunlaşma proqramının icraçı direktoru Anna Claudia Rosbach Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyasının rəsmi bağlanış mərasimində söyləyib. O bildirib ki, Bakıda verilən mesaj aydındır. Növbəti 10 illik sürətləndirilmiş icra, geniş miqyaslı fəaliyyət və insanların həyatında ölçülə bilən müsbət təsirlərlə xarakterizə olunmalıdır. WUF-13 bir daha göstərdi ki, şəhərləri bərpa etmək sadəcə binalar tikmək deyil, həm də o ruhu binalara qaytarmaqdır. Azərbaycan bu fəlsəfəni real tətbiq edən nadir ölkələrdəndir, eşq olsun. Və doğrudan da bu forum çərçivəsində vətəndaşlarımızın da üzərinə bir böyük məsuliyyət düşdü. Yəni hamı çox böyük səbirlə, çox böyük istiqanlıqla bu forumun bitdiyi gündən sonuncu gününə qədər məsuliyyətlə reaksiyalar verdilər və bunun üçün də təbii ki, bizim qonaqpərvərliyimizə görə bizi bir daha alqışlayıram və studiyada qonaqlarımla elə yekunlaşan forumun təəssüratlarını bölüşəcəyik. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri müavini Fuad Hüseynov. Fuad mənim, xoş gəlmişsiniz. Sizi görməyimə çox şadam. Və millət vəkili Pərvanə Vəliyeva, xoş gəlmişsiniz. Xoş gördük. Bilirəm, xoş bir yorğunluqdur, bunu deyim. Yəni sıradan bir yorğunluq deyil. Təbii ki, hələ də Bakıda, yəni Azərbaycanda nümayəndələr var və onlar bilirəm ki, bu günlərim azad edilmiş ərazilərdə işlərlə tanış olacaqlar, ora səfərləri olacaq və biz də elə bu arada burada bizim bu 5 günlük forumun uğurlarını müzakirə edək. Fuad müəllim, başlayaq sizdən, daha sonra Pərvanə xanıma da suallarım olacaq. Əslində WUF-13-də qeyd etdiyimiz kimi dünyanın dörd bir yanından nümayəndələr, memarlar, mütəxəssislər, yəni hər kəs doğrudan da bütün diqqət Azərbaycanda idi və təbii ki, siz də orada iştirak etdiniz, birbaşa bütün bu layihələrə nəzarət edənlərdənsiz. Mən istəyirəm ki, xüsusilə böyük qayıdış proqramını bilirəm ki, insanların köçürülməsi, tempinə reaksiyalar və s. Bax, bunları istəyirəm Fuad müəllim bildirəsiniz. Buyurun. Sabahınız xeyir. Təşəkkür edirəm dəvətə görə və ilk növbədə sizin simanızda geniş tamaşaçı auditoriyasına salamlayıram. Siz çox gözəl qeyd etdiniz. Həqiqətən yola saldığımız həftə Bakı Azərbaycan dünya gündəminə səbt etmiş və dünyanın nəbzi məhz Bakıda döyünürdü.
Azərbaycan bir daha sübut etdi ki, təkcə regional oyuncu kimi deyil, dünya səviyyəsində, dünya miqyasında gedən qlobal proseslərə öz dəyərli töhfəsini verən bir ölkə kimi çıxış edir və bu münasibətlə Azərbaycanımızın hər bir vətəndaşına, ölkə prezidentindən başlayaraq hər bir vətəndaşa bu mötəbər beynəlxalq səviyyəli tədbirin təşkili ilə bağlı təbrik etmək istəyərdim. Siz çox gözəl vurğuladınız. Böyük qayıdış Qarabağda, Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa quruculuq işləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əsas tərkib hisslərindən biri idi və Azərbaycan dövləti bu sayədə görülən işləri, böyük qayıdış bilirsiniz ki, möhtərəm cənab prezidentimizin rəhbərliyi ilə aparılan dövlət siyasətinin və ölkəmizin uzun müddətli inkişaf strategiyasının əsas prioritetlərindən biridir və bunun da bariz nümunəsi ondan ibarətdir ki, dünən Ümumdünya Şəhərsalma sessiyasının axırıncı günü artıq nəticələrinə əsasən Bakı Call for Action, Bakı fəaliyyətə çağırış yekun sənədində məhz postmünaqişə dövründə aparılan yenidən qurma işləri, məcburi köçkülərin qayıdışı, inteqrasiyası ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənmiş. Burada həmçinin BMT-nin məskunlaşma proqramı, UN Habitat, BMT-nin Miqrasiya Təşkilatı, Sülh və Mədəniyyət Mərkəzin birgə təşəbbüskarlığı ilə ərsəyə gələn bu sənəd artıq beynəlxalq ictimaiyyət üçün postmünaqişə dövründə aparılan siyasətin bir orientiri olacaq, bir istinad nöqtəsi olacaq və bu da əlbəttə ki, ölkəmizin bu sayədə gördüyü ən böyük uğurlardan, ən böyük nailiyyətlərdən biridir. Yəni, bu o deməkdir ki, artıq Azərbaycan postmünaqişə dövründə aparılan fəaliyyətin modelini qurur və bütün dünya ictimaiyyətinə bununla bağlı standartları təyin edir. Əlbəttə ki, bu çox böyük uğurdur. Forum təbii ki, bu vaxta kimi fərqli şəhərlərdə keçirilib və bundan sonra da təbii ki, fərqli şəhərlərdə keçiriləcək, amma doğrudan Azərbaycanın hələ yəni qalibiyyətdən sonra azad ərazilərdə gördüyü işlər doğrudan da burada böyük bir nümunə kimi təqdim olundu və ən qısa zamanda bu da çox önəmlidir. Pərvan xanım, əsas tezislərdən biri şəhərləri hər bir sakin üçün rahat etmək edir. Bax, bununla bağlı istəyirəm ki, yəni təbii ki, ölkəmizin imicinə hansı müsbət töhfələri verdi, bu təəssüratları da siz bizdən bölüşün. Təşəkkür edirəm. Mən də uğurlu təşkilatçılığa görə, ümumiyyətlə ölkəmizin nail olduğu bu uğurlara görə cənab prezident başda olmaqla bütün vətəndaşlarımızı, bütün əməyi keçən hər kəsi təbrik edirəm. Çox böyük bir uğurdur və bu günə qədər keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumuna məhz Azərbaycan ev sahibliyi edərək tarixə düşdü, bir tarix yazdı və bu məsələdə, bu uğurlar da yekun sənəd olan Fuad müəllim qeyd etdiyi kimi Baku Call to Action, Bakı fəaliyyətə çağırış sənədində öz əksini tapdı. 176 ölkədən 58 mindən çox nümayəndə qeydiyyatdan keçdi və onun 3000-dən çoxu onlayn şəkildə tədbirə qoşuldu. 400-dən çox tədbir təşkil edildi və həmin tədbirlərdə də 125 ölkədən 400-dən çox spiker, yəni çıxışçı yer aldı. Təbii ki, Azərbaycandan da. Rəqəm göstəriciləri möhtəşəmdir. Bəli, çox böyük rəqəmləri səsləndirdilər bağlanış mərasimində və həqiqətən də doğrudan çox diqqətə layiqdir. Həmçinin bəli, qürur vericidir. Cənab prezidentin təşəbbüsü ilə ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumları tarixində liderlərin bəyanatları segmenti keçirildi və 27 dövlət hökumət başçısı burada iştirak etdilər, bəyanatları ilə çıxış etdilər və bu da onu göstərir ki, Azərbaycan qlobal mənzil böhranını, həmçinin dayanıqlı şəhərsalma gündəliyini daha yüksək səviyyəyə qaldırıb, bu sahədə siyasi iradəni daha yüksək səviyyəyə qaldırdı və qəbul edilən sənəd də təcili və birgə fəaliyyətə əsaslanır. Bu, Azərbaycanın təbii ki, çox tərəfliliyə verdiyi bir töhfə idi.
yəni burada qeyd edildi. Azərbaycan daimi olaraq diplomatiyada bu sahəni flaqmanlarından birinə çevrilib. Biz COP29 kimi BMT-nin ən böyük tədbirini, ümumiyyətlə dünyada bundan geniş miqyaslı tədbir yoxdur. Biz onu da uğurla başa vurduq və bu iki mövzu bir-biri ilə çox əlaqəlidir. Qlobal mənzil böhranı, ümumiyyətlə urbanizasiya gündəliyi ilə iqlim dəyişmələri bir-biri ilə çox əlaqəlidir. Elə iqlim dəyişmələrinin təsirinin nəticəsində şəhərlərdə problemlər yaranır. BMT bir xəbərdarlıq edir ki, 3,4 milyarddan çox insan adekvat olmayan mənzillərdə, yerlərdə yaşayır. 1,1 milyard insan isə ümumiyyətlə gecə qondularda uyğun olmayan yerlərdə və həmçinin 300 milyondan çox insan da evsiz hesab olunur. Yəni bu şəxslər ümumiyyətlə küçədə yaşayırlar. Ona görə dünyanın çox ciddi problemləri Azərbaycanda müzakirə olunurdu. Bəli, bu problemlər hər biri bu platformada müzakirə edildi. Evsizlik problemi də ona görə ki, təkcə iqtisadi problemlər yaratmır, həmçinin insanın özü üçün təhlükəsizlik problemi, ictimai səhiyyə problemi, iqtisadi problemlər yaranır və burada qeyd olunan əsas mesaj da o idi ki, ev təkcə dörd divar demək deyil. Bu həm də insanın kimliyi, insanın mədəniyyəti və yəni insanın ünvanı deyəndə biz onu təkcə mülk olaraq mənzillə və o mənzilin açarı ilə içəri daxil oldum deyil. Bəli, burada böyük bir mənəviyyat, mənəviyyat var, böyük çünki bir insan cəmiyyətinin bir var. üzvüdür. Cəmiyyətə sağlam insanlar lazımdır, amma biz çox zaman görürük ki, bir insanın mənzil sahibi olması heç də onun sağlam təfəkkür sahibi olması demək deyil və yaxud da cəmiyyətdə özünü düzgün aparması demək deyil. Mesaj var, sosial inklüzivlik, ümumiyyətlə inklüziv və əlçatan şəhərlər mövzusu çox geniş müzakirə edildi. Bir neçə yan tədbirlər təşkil olundu, həmçinin BMT-nin təşkil edilən bir tədbirində mən də iştirak etdim. Yəni burada gələcəyin şəhərləri elə bir şəhərlər olmalıdır ki, yaşından, fiziki məhdudiyyətindən və yaxud da istənilən sosial keçmişindən asılı olmayaraq hər kəs inklüziv şəkildə, hər kəs ləyaqətli şəkildə şəhər inkişafında iştirak etməlidir. Biz şəhərləri insanlarla birgə yox, insanlar üçün inşa etməliyik və ona görə də gələcəyin şəhərlərin məhz inklüziv və əlçatan şəhərlər olması ilə bağlı prinsipdə yekun sənəd olan Bakı fəaliyyətinə çağırış sənədində öz əksini tapdı. Yəni bundan sonra nə olacaq? Yekun növbəti etap olacaq ki, iyul ayında BMT Baş Assambleyasının bir iclası keçiriləcək Nyu-Yorkda və burada nəzərdə tutulub ki, bəli, yeni şəhər gündəliyi ilə əlaqəli aralıq hesabatı veriləcək. Bunu da UN Habitat verəcək həmin hesabatı və orada da təbii ki, Azərbaycanın uğurları, əldə olmuş nailiyyətlər bir daha vurğulanacaq. Biz adətən təcrübədə belə görürük ki, bir çox insanlarımız öz evlərini şəhərdən daha üstün tutaraq qoruyucu bir xarakter alırlar. Mənim evim, mənim sarayımdır. Bəli, mənim evim, mənim sarayım. Misal üçün, şəhərin küçəsində olar, amma mənim evimdə olmaz. Misal üçün, yaşadığım küçədə nəsə baş verə bilər, amma mənim evimdə olmaz. Biz evimizi şəhərdən çox qoruyuruq, amma biz unuduruq ki, bizim o qoruduğumuz ev bu şəhərin içindədir. Bəli, ona görə də biz şəhəri daha çox qorumalıyıq. Birinci, məncə, qorumaq elə şəhərdən, təbiətdən, bundan başlamalıdır. Ümumiyyətlə, təcrübədə də biz görürük ki, dünyada köçürülmə prosesləri birbaşa çadırlara və yaxud da hansısa bir sığınacaqlara yerləşdirilir də, Fatməm. Amma biz misal üçün Azərbaycanda belə qalibiyyətimizdən sonra ilk ailəni ağıllı kənd, yəni ultra müasir ağıllı kənd, yəni hər bir şəraiti olan daimi mənzillərə köçürdük. WUF 13 platformasında təbii ki, bu bütün dünyaya nümayiş olundu. Və mən istəyirəm, bax, bu könüllü, təhlükəsiz, yəni doğrudan da savaşın belə, köçürülmənin belə hər bir işin, hər bir addımın, hər bir danışdığımız cümlənin ləyaqəti olmalıdır. Biz doğrudan da ləyaqət nümayiş etdirdik də. Bax, buna reaksiyalar necə oldu? Qaçqınları və məcburi köçkülərin işlər üzrə Dövlət Komitəsi də forumda. Hətta Pərvanə xanım, siz də bu suala münasibət bildirərsiniz. Fəal iştirak elədi və böyük qayıdışa dair müxtəlif yüksək səviyyəli panellərdə, yan tədbirlərdə iştirak elədi. Həm mina təhlükəsizliyi ilə bağlı, miqrasiya və urbanizasiya məsələləri ilə bağlı və böyük qayıdış sayəsində görülən işlərlə bağlı həm video materiallar, həm speaker qismində çıxışlar oldu. Siz çox gözəl məqama toxundunuz. Bu bir daha onun sübutudur ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur.
ilk növbədə Azərbaycan vətəndaşıdır və bu baxımdan ölkə əhalisinin ən həssas, ən kövrək təbəqələrindən biri olan qaçqınlar və məcburi köçkünlər, onların sosial problemləri, mənzil məişət problemləri, məşğulluq problemləri daima ölkəmizin ali rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin mərkəzində olub. Hələ tarixi zəfərimizdən öncə köçkünlük dövründə də bildiyiniz kimi Azərbaycan çox yüksək standartlar təyin etmişdi. Keçmiş məcburi köçkün soydaşlarımız üçün ölkəmizin 30-dan çox şəhər və rayonlarında 120 yeni, müasir, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş qəsəbələr, hündür mərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, məşğulluq imkanlarının artırılmasında mühüm addımlar atılmışdı. Amma təbii ki, bütün bu tədbirlər onların insan hüquqlarının qorunması baxımından kifayət deyildir və məhz Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyü bərqərar olunandan sonra keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı üçün beynəlxalq qanunvericilikdə təsbit olunmuş tərzdə könüllü, ləyaqətli və təhlükəsiz tərzdə qayıdışlar üçün münbit şərait yaradılmışdır və hal-hazırda bir məqamı da vurğulamaq istərdim ki, böyük qayıdış, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan geniş miqyaslı bərpa quruculuq işləri məhz Azərbaycan dövlətinin öz gücü, öz potensialı və ölkəmizin ali rəhbərinin siyasi iradəsi nəticəsində həyata keçirilir. Necə ki, Vətən müharibəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özlüyündə yerinə yetirdi, icra etdi. Bugün də Azərbaycan artıq işğaldan azad edilmiş əraziləri məhz öz gücü hesabına bərpa edir, bərqərar edir və keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını təmin edir. Bugünədək Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində artıq 43 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 30 kənd olmaqla 43 yaşayış məntəqəsinin böyük qayıdışa start verilib və 85 mindən çox soydaşımız artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir və hər bir yaşayış məntəqəsinin inşası müasir memarlıq, müasir şəhərsalma prinsiplərinə uyğun aparılır. Təbii ki, mədəni tarixi irsimiz qorumaq şərti ilə və dünya memarlıq praktikasında çox nadir hallardan biri ondan ibarətdir ki, qısa müddət ərzində 100-dən çox yaşayış məntəqəsinin planlaşdırılması təsdiq olundu. 12 şəhərin həm baş planı, müfəssəl planları təsdiqləndi və qısa müddətdə 100-ə yaxın yaşayış məntəqəsinin planlaşdırılması təsdiqləndi. Bu həqiqətən dünya praktikasında analogu olmayan bir geniş miqyaslı həm də sürətli. Biz həm də nəzərə almalıyıq ki, 30 il ərzində bizim ərazilərə çox böyük ziyanlar vurulub və paralel olaraq orada tikinti işləri gedir, tunellər inşa olunur, yollar çəkilir, bütün infrastruktur yenidən qurulur. Yəni bunlar da hamısı, amma çox qısa zaman içərisində doğrudan da maşallah biz böyük işlər görmüşük. Mən onu deyim ki, yenidən qurma işlərindən əlavə, yəni biz torpaqlarımızı işğal altında olan zaman qaçqın məcburi köçkünlərə 300 milyondan çox ev verilib. Yəni bu da çıxışlarda səsləndirildi. Həmin o dövrlərdə etnik təmizləməyə məruz qalmış azərbaycanlıları yəni yerləşdirmək üçün məhz Azərbaycan öz daxili resursları, öz gücü hesabına bunu etdi. Biz onları evsiz, eşiksiz qoya bilməzdik. Yəni dövlətimiz öz daxili resursları hesabına onlara ev təmin etdi və sonrasında biz heç vaxt işğalla barışmadıq və bilirdik ki, bu müvəqqətidir. Nə zamansa biz geri dönəcəyik və biz hazırda geri dönürük Böyük Qayıdış proqramı ilə və bütün dünyaya nümunə olan post-münaqişə dövründə yenidən qurma işlərinə dünyanın, yəni baxsaq statistikaya, dünyanın ən böyük yenidən qurma işlərindən biridir bu.
ki biz bunu həyata keçiririk. Bizim parlamentarlərlə bir daimi masa görüşümüz oldu. Orada Ukraynalı deputat çıxış etdi və bildirdi ki, Azərbaycanın oradakı vəziyyət də məlumdur və münaqişə bitdikdən sonra Azərbaycanın yenidən qurma işlərinin nümunə kimi istifadə oluna bilər. Həqiqətən də onlar təqdirə layiq hesab etdilər və şəhər inkişafı ilə bağlı bu cür tədbirin keçirilməsinə görə Azərbaycana öz təşəkkürlərini bildirdilər. Yəni biz bugün həmin ərazilərdə təkcə ədaləti bərpa etməmişik, təkcə sosial inklüzivlik demək deyil bu, həm də biz smart şəhərlər qururuq, yəni model infrastruktur, bir beynəlxalq standartlara uyğunlaşdırırıq yenidən qurma işlərini, mənzilləşdirməni və ona görə də düşünürəm ki, bu dayanıqlılıq üçün də ən böyük nümunələrdən biridir. Biz əslində kəndlinin kənddə yaşaması üçün çox gözəl şərait qururuq, yəni əziyyəti hardasa aradan qaldırırıq doğrudan. Yeri gəlmişkən, qeyd edim ki, ötən gün Xocavənd şəhərinə 17 ailə olmaqla 65 nəfər yola salınıb. Bugün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Fuad müəllim, hər gün baş verir. Bizim həftədə bir dəfə düzdür verilişimiz yayımlansa da, amma bizim artıq belə deyək də ənənə xəbərlərimizə çevrilib və bunu doğrudan da hər həftə çox belə fərqli həyəcanla çatdırıram tamaşaçılara. Çünki çox gözəl xəbərlərdir. Doğrudan da biz, baxın bu forum, yığılan insanlar hamı nəyə çağırış edir? Təbiət üçün, şəhərlər üçün, ev üçün, ünvanlar üçün və bütün bunlar hamısı insan üçündür. Çox qürurverici haldır və ümumilikdə bu günlər Dövlət Komitəsi demək olar ki, gücləndirilmiş rejimdə fəaliyyətini tənzimləyir. Demək olar həftənin hər iş günü komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən məcburi köçkünlərin qəbulları keçilir. Hər həftə onların evlərinin, mənzillərinin bölgüsünə dair Dövlət Komitəsində püşkatma tədbirləri keçirir. Bildiyiniz kimi mənzil və evlərin bölgüsü tam şəffaflıq, obyektivlik şəraitində Dövlət Komitəsində püşkatma vasitəsilə keçirilir. Həm Prezident nümayəndələrinin rəsmilərin, Dövlət Komitəsi yanında İctimai Şuranın, mətbuat nümayəndələrinin və təbii ki, keçmiş məcburi köçkün soydaşlarımızın özlərinin iştirakı ilə və hər həftə Şərqi Zəngəzur və Qarabağdakı müxtəlif yaşayış məntəqələrində köç kərvanları yola salınır. Təbii ki, bu çox qürurverici haldır və arzumuz ondan ibarətdir ki, tezliklə hər bir keçmiş məcburi köçkün soydaşımız böyük qayıdışın sevincini, qürurunu və fəxarətini yaşaya bilsin. Və təbii ki, Pərvanə xanım, əslində hər ikiniz istəyərdim buna münasibət bildirəsiniz. Orada görüşlər çox oldu da, söhbətlər çox oldu və təbii ki, ən gözəl məqam nədir? Biz öz şəhərimizdə bir olimpiya stadionuna gedirik və orada beynəlxalq bir forum keçirilir və sən bu forumda gələcəklə tanış olursan. Çünki bugün sənin əlində nə qədər telefon olsa da, nə bilim, süni intellektdə sən çox suallar yazıb, çox cavablar alasan, amma doğrudan da oradakı insanların ünsiyyət də axı çox önəmlidir. İnsan enerjisi də fərqlidir. Bir var sən telefonla söhbət edib gələcəklə tanış olursan, bir də var ki, sən real insan və onların təklifləri, onların gördüyü işlər və s. Bax, bunu istəyirəm bölüşək. Gələcəyi necə gördünüz orada? Daha çox rəqəmsallaşma gördük. Təbii ki. Rəqəmsal sistemlər, şəhər inkişafında onların rol oynaması. Çünki bugün bu artıq bir infrastruktur məsələsi deyil, bir zərurətdir. Yəni, bir inkişaf davam edir və bu süni intellekt, rəqəmsal sistemlər hər sahədə özünü göstərir. Eləcə də şəhər salma sahəsində məhz dayanıqlılıqdan söhbət gedirsə, yüksək texnologiyalardan söhbət gedir burada. Həmçinin, məsələn, yaşıl enerjidən istifadə edilməsi, təmiz enerjidən istifadə edilməsi yeri gəlmişkən, məsələn, Qarabağ və Şərqi Zəngəzurda unikal işlər görülür bu sahədə. Xüsusilə Cəbrayılda təmiz enerjinin istehsalı üzrə planlar da var ki, hətta buradan Avropaya təmiz enerji ixrac edilsin və həmin ərazidə Qarabağ və Şərqi Zəngəzurda 1500-dən çox evlər və sosial binalar, ictimai binaları günəş panelləri ilə təmin ediliblər. Onların damlarında yerləşir və biz də həmin o böyük ekranlarda, videoda görəndə xaricilər çox maraq göstərdilər ki, necə belə təmiz enerji
ilə həmin ərazilər təmin olunur. Yəni biz burada ekoloji cəhətdən təmiz hava, təmiz torpaq, həm də bu insanlar üçün bu imtiyazları yaradırıq. Əslində bizdə də bu nümunə real olaraq var, Pərvanə xanım. Biz biraz gələcəyə yaxın olmaq istəyiriksə, biz işğaldan azad olunmuş ərazilərə getdikdə artıq o gələcəyi... Gələcəyin bir nümunəsidir. Bəli, Pərvanə xanım sözünə qüvvət, bəli. Burada infrastrukturdan əlavə həmçinin məşğulluqla bağlı, yəni bu da çox vacibdir insanların dolanışığı üçün. Müvafiq dövlət qurumu tərəfindən portal yaradılıb. Həmçinin sahibkarlara güzəştlər, vergi güzəştləri var. Müəyyən sosial ödənişlərdə güzəştlər əldə edirlər. Həmçinin peşə təhsilləri təmin edilir ki, onlar davamlı olaraq məşğul olsunlar və öz ailələrini yəni bu şəkildə dolandırsınlar. Yəni bir iqtisadi inkişaf da burada həyata keçirilir. Azərbaycan 2030 sosial-iqtisadi inkişaf prioritetlərinin mərkəzində də bu məsələ dayanır ki, inteqrasiyalı Qarabağ və Şərqi Zəngəzur digər ərazilərlə inteqrasiyalı şəkildə inkişaf etsin. Buyurun. Və Pərvanə xanım sözünə qüvvət olaraq eləmək ağıllı şəhər, ağıllı kənd konsepsiyası o gələcəyin o rəqəmsallaşma, süni intellekt, IT texnologiyalarının ən yüksək səviyyədə tətbiqinin bir bariz nümunəsidir və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs də o bayaq qeyd etdiyim İngiliscə gedir 4SIP təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı məskunlaşma paketlərinin tətbiqi. Yəni bu adda artıq Azərbaycan ən yüksək səviyyədə bir model təyin etmişdir və gələcəkdə artıq post-münaqişə dövründə müxtəlif münaqişələrlə üzləşən ölkələr üçün bu bir orientir olacaq, bir model olacaq. Təşəkkür edirəm gəldiyiniz üçün. Bizim vaxtımız var. Biraz söhbətimizi davam edək, yoxsa digər qonağımızla görüşək? Hə, vaxtımız var, tamam. Deməli, təbii ki, orada qərarlar verildi, yeni qərarlar, yeni. Təbii ki, Azərbaycan bu günlərim artıq gördüyü işləri orada nümayiş etdirdi və hamısı insanların, yəni reaksiyalarından, üz ifadələrinə, cizgilərinə baxanda bilmək olurdu ki, o məmnunluğun. Xarici mətbuatı da izləyirdik təbii ki və burada mətbuatın da işi təbii ki, çox önəmlidir. Yeri gəlmişkən çox gözəl də bizim bədnam qonşularımız da ümumdünya izləyirlər və çox böyük maraq göstərirlər bu məsələlərə. Şərhlər nə idi? Şərhlər nə idi? Yəni olduğu kimi məlumatı ötürürdülər, amma təbii ki, negativ bir tərzdə. Hər zamanki kimi, yəni bizim gördüyümüz işlərə kölgə salınır. Təbii ki, deyir, yaxşı olmasa, pis olmasa yaxşını sezə bilməyəcəklər, qədrində bilməyəcəklər. Bu arada Avropa Parlamenti də peşman olub Azərbaycana qarşı etdiklərinə görə bir xəbər yayımlandırıldı. Bəli, biz onlarla bir problem yaşadıq. Bəli, ki, əlaqələri dayandırmaq. Ancaq Avropa Parlamentinin nümayəndəsi də gəlib çıxış etdi. Həmçinin Fransa Senatının nümayəndəsi bizim parlamentarlərlə dəyirmi masada Azərbaycana hər biri təşəkkür etdilər. Azərbaycan bugün bir lokomotiv rolunu oynayır qlobal məsələlərin həllində. Biz dekolonizasiya məsələsində, sonra ətraf mühit, iqlim dəyişmələri ilə bağlı, yəni bu ilk bir qlobal məsələ deyil ki, Azərbaycan onun həllinə yön verən ölkə kimi çıxış edir. Bugün Azərbaycan qlobal məsələlərin həllində rol oynayır. Bu da ölkəmizdə sabitlikdən, əminamanlıqdan, təhlükəsizlikdən xəbər verir. Bugün dünyada insanın və dünyanın özünün belə, təbiətin özünün belə çox ehtiyacı olduğu bir məqam. Təhlükəsizlik. Təhlükəsizlik investorlar üçün də bir cəlbedicidir ki, Azərbaycan təhlükəsiz ölkədir. Yəni burada həmçinin mesajlar verildi, iqtisadiyyatla bağlı olan tədbirlərdə investorlar üçün çox yaxşı bir mühit var. Əslində bugün real müqayisələr də var, Pərvanə xanım, Fuad müəllim. Misal üçün biz baxırıq bəzən digər ölkədən digər ölkəyə raketlər uçur, amma Azərbaycan necə gözəl bir foruma ev sahibliyi edir. Bu nə deməkdir? Yəni biz savaş istəmirik, biz haqsızlıq istəmirik, biz sülhpərvər ölkəyik, biz istiqanlı ölkəyik. Dünyada ağıllı addım atılan bütün cəmiyyətlərin, bütün siyasətin yanındayıq. Amma düzgün olaraq yəni. Və məhz işğaldan azad edilmiş ərazilərdə bütün bu yenidən qurba, bərpa işləri Azərbaycan xalqının nə qədər sülhpərvər olduğunun bariz nümunəsidir təbii ki. Və forumda yeri gəlmişkən mina məsələlərində, mina təhlükəsi məsələlərində çox geniş yer aldı və biz də öz növbəmizdə Ermənistan tərəfindən o mina terrorunun hələ də davam etdirilməsini və keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının nə qədər maneə yaşayış hüququna
mane olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ümumiyyətlə, dünya da haqsızlığa susmamalıdır da. Mən düşünürəm ki, bütün birlik olmalıdır. Bu mövzuda doğrudan da birlik olmalıdır. Çox təşəkkür edirəm gəldiyiniz üçün və təbii ki, bu günlər ərzində yol nəqliyyatında da dəyişiklik olmuşdu. Eyni zamanda ayına, yəni bütün bu forum ərzində xüsusi bir proqramla çalışdı və təbii ki, bu məsələlərə də aydınlıq gətirəcək. Mən sizə təşəkkür edirəm. Uğurlarımız bol olsun. Qoy Azərbaycanın adı hər zaman ucalarda eşidilsin. Bayrağımız hər zaman ucalarda dalğalansın.